Uşaqlığı kasıblığa, 90'lara, çörək növbələrinə düşənlər xoşbəxt adamlardı. Biz yoxun nə olduğunu bilirik. Nə qədər də çətin olsa, ürəyimiz deşilsə də, bizə həyat başa salıb ki, yox nədir? Dini kitablar hamısı deyir ki, özünü kiməsə hava və su qədər lazımlı saymaq həddən artıq egoistlik olardı. Yəni mən kim üçünsə hava və su qədər lazımlı ola bilmərəm. Yalnız yaradan Allah bəndəsi üçün hava və su qədər lazımlı ola bilər. Və əgər mən unudulmuşamsa, ürəyim deşilsə də, kədərdən, qəhərdən partlasa da, mən özümü yada salmamalıyam. Özümü o adam üçün o qədər əhəmiyyətli hesab eləməməliyəm. Dərk eləməliyəm ki, yalnız Allah yaradan kim üçünsə hava və su qədər lazımlı ola bilər. Və yada salıb ucuzlaşdırmaqla və yaxud da mədəniyyət xətrinə kimsə sənə bugün yadına salarsan üzüvə gülər və yaxud da ki, hansısa bir istiliyi, münasibəti göstərər. Bu o demək deyil ki, yadına saldığın bu adamsın, sən varsan. Mən söyləyib insanları qəhərləndirmək istəmirəm, amma həyatda həqiqətən belə münasibətlər var ki, insanlar bir-birlərinə hava və su qədər lazımdır. Mənim öz dünya görüşümlə, mənim həyata baxış bucağımda bu yalnız ana və övladı arasında olan bağlılıq ola bilər. Qalan bütün hallarda bu yoxluğu qəbul elə də, qəbul elə bu yoxluğu ki, əvəz olunmayan insan yoxdur.